Salam, hər vaxtınız xeyir, mən Toğrul karyera məsləhətçi kimdir? Karyera məsləhətçisi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Sizə əgər iş axtarırsa, sizə iş axtarışınızda dəstək verə bilərəm. Bu dəstəkdən yararlanmaq, faydalanmaq üçün isə videonun üzərində əlaqə vasitəsi qeyd olunub, həmin əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Bugün 26 aprel 2025 tarixidir və mən sizin üçün ofis meneceri, resepsiyon, baş direktorun köməkçisi, katibi tipli iş elanlarından, qeydiyyatçı tipli iş elanlarından bəhs etmək istəyirəm. Onlardan bir neçəsini misal vermək istəyirəm sizə ki, hansılar ki, ən sonuncu iş onlardır. Amma bu demək deyil ki, elə ancaq o tipli işlər elə ancaq bunlardan ibarətdir. Siz 3 gün bundan öncənin iş elanlarından da tanış olmalısınız. Onlarla da bu ağlı və ümumiyyətlə gələcək zamandakı bu tipli işlərlə də tanış olmaq üçün yoldaşlar, elə adı çəkilən əlaqə vasitəsinə mesaj yazın, hansı ki videonun üzərində bəyanatları qeyd etdim, bildirilibdir. Həmin əlaqə vasitəsinə mesaj yazın ki, məhz bu tipli iş elanları paylaşılanda o iş elanlarından siz də xəbərdar ola biləsiniz. Deməli, ofis meneceri şirkətlərindən biri Azəristil şirkətindədir, 500 manatlıqdır yoldaşlar. Bu Sahil qəsəbəsi, Lövbatan, Sanqaçal, Ümid, Qobustan, Ələt qəsəbəsi sakinlərinə, yəni bu şirkət daha üstünlük verir. 24-30 yaşlı xanımlar üçündür. Sahə üzrə isə minimum 1 illik iş təcrübəniz olmalıdır. Ofis proqramlarında işləməyə bacarmalısınız. Başqa bir ofis meneceri işi təchizatla ofis menecerin belə deyim, qaçışığıdır, RAM avtodadır. Bu isə 800.000 manat verir. 21-40 yaşlı xanımlar üçündür. Əsas tələblərindən biri budur ki, tam orta təhsiliniz olsun, heç olmasa yəni ali təhsil tələb eləmir fikir verdinizsə. Amma əsas tələblərinin başqa biri budur ki, sərbəst işləyə bilməlisiniz. Ofis proqramlarında xüsusilə Excel-də rus dilini sərbəst bilməlisiniz və 1 illikdən 3 illik arasında bir iş təcrübəniz olmalıdır. Və fərq eləmir, yəni düzdür, qadınlara üstünlük verilir, amma bu demək deyil ki, sırf qadınlar üçündür bu iş, yəni bəylər də müraciət edə bilər. 800 ASN təcrübə vaxtı verilir yoldaşlar, ondan sonra isə artır, daha arta bilir. Bakı-Sumqayıt yolundadır bu iş. Sonra baş direktorun köməkçisi var, Avant qrupdadır bu yoldaşlar, ali təhsil tələb edir bu sizdən. Bu isə 800.200 manatlıq bir işdir. Rus dilini də bilməlisiniz və bu və bənzəri sahələrdə 2-3 illik iş təcrübəniz olmalıdır. Sonra reception işi var, Bridge Group of Companies'dədir. Bu isə 700 manat verir yoldaşlar, Bakıxanov küçəsindədir. Burada da orta ixtisas təhsiliniz də varsa müraciət etmək haqqınız olur və ancaq bu xanımlar üçündür, sırf xanımlar üçündür, 18-30 yaşlı şəxslər üçündür. Rus və ingilis dilini intermediate səviyyədə, orta səviyyədə bilməlisiniz və reception sahəsində minimum 1 illik iş təcrübəniz olmalıdır, ofis proqramlarını bilməlisiniz. Katibə işi var, The Crescent Beach oteldə, bu da Şuxovdadır, 21-35 yaşlı xanımlar üçündür. Ali təhsiliniz olmaya bilər, problem deyil. İş qrafiki və maaşla bağlı onu deyə bilərəm ki, maaşı minimum 1000 manatdır. Şuxovdadır, The Crescent Beach oteldədir. Belə bir işdir, qadınlar üçündür, turizm sahəsində karyera inkişafınız mümkündür. Excel-i, Word-ü sərbəst bilməlisiniz. Dil biliyi də tələb eləmir, amma olsa daha rəqabətçil olursunuz. Sonra bir iş də var yoldaşlar, tədbirlər və konsertlər üçün bilet satışı tərəfdaşlıq işidir. Bu Azin Telekom'da olmalıdır bu iş. Təşkilatçı isə Party Hub Event'dir. Online satış sistemi ilə belə deyim də, tədbir, konsert və partilər üçün online bilet satışında elə deyim, əməkdaşlıq edəcəksiniz həmin şirkətdə. Bu və bənzəri ilanlarla tanış olmaq üçün, ümumiyyətlə iş axtarışınızda dəstək əldə etmək üçün mənə özeldən yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.